Salam, mənim əziz dostlarım. Bugün sizi İngilis dili dünyasına super əyləncəli bir səyahətə dəvət edirəm. Birlikdə ailəmiz və sevimli heyvanlarımız haqqında yeni sözlər öyrənəcəyik. Narahat olmayın, hər şey çox asan və maraqlı olacaq. Hazırsınız? Süper. Onda heç vaxt itirmədən gəlin başlayaq. Maceramız başlasın. Və ilk sözümüz gəlir. Görəsən bu söz kimə aiddir? O, ailəmizin ən şirin, ən qayğıkeş üzvüdür. Bəli, bu grandma. Deməli, İngiliscə grandma deyirik, tələffüzü isə grandma kimidir. Azərbaycan dilində isə bu əlbəttə ki, nənə deməkdir. Gəlin indi birlikdə ucadan deyək. Hazır? Grandma. Bir daha. Grandma. Əla, çox gözəl alındı. Yaxşı, bəs nənə varsa yanında kim olmalıdır? Əlbəttə ki, baba. Növbəti sözümüz elə babadır. Grandpa. Baxın, bu da çox asandır. Yazılır grandpa, deyilir grandpa. Mənası isə baba. İndi gəlin birlikdə sayaq və ucadan deyək. 3, 2, 1. Grandpa, möhtəşəm. Sürətlə davam edirik. Sırada hamımızın dünyada ən çox sevdiyi insan var. İngiliscə ona belə deyirik. Mom. Gördünüz? Mom, yəni mom kimi səslənir. Mənası əlbəttə ki, ana. Bu sözü demək, inanın ki, uşaq oyuncağıdır. Məndən sonra təkrar edin. Mom. Super. Yaxşı, bəs ananın yanında kim olur? Düz tapdınız, ata. Yeni sözümüzdə elə budur. Dad. Tələffüzü də lap asandır. Dad, mənası isə ata. Gəlin birgə məşq edək. Dad. Sizdə bu iş super alınır. Belə davam edin. İndi isə gəlin növbəti ailə üzvü ilə tanış olaq. Bəlkə sizin də evdə var. Yeni sözümüz sister. Deməli, İngiliscə sister deyirik, tələffüzü sister kimidir. Bizim dildə isə bu bacı deməkdir. Gəlin birlikdə səsləndirək. Sister. Afərin, çox yaxşı gedirsiniz, eşidirəm. Və ailə üzvləri ilə bağlı sonuncu sözümüzə gəlib çatdıq. Diqqətli olun. Sözümüz gəlir. Brother. Tələffüzü brother kimidir və bu qardaş deməkdir. Gəlin, ailə üzvləri üçün son dəfə birlikdə təkrarlayaq. Brother. Möhtəşəmsiniz. Artıq bütün ailəni İngiliscə saya bilirsiniz. Super. Yaxşı, ailə üzvlərini öyrəndik. Bəs evimizdəki o tüşlü şirin dostlarımız, gəlin indi də biraz onlardan danışaq. İlk heyvan dostumuz, dog. Bəli, bu dog kimi tələffüz edilir və it deməkdir. Hamı birlikdə deyir, hazırsınız? Dog. Çox gözəl. Və gəldik bugün üçün sonuncu yeni sözümüzə. Məncə, bu heyvanı hamı çox sevir. Bu söz kətdir. Tələffüzü kət, mənası isə pişik deməkdir. Gəlin bunu da hamımız birlikdə ucadan deyək. Kət. Afərin sizə. Artıq bütün sözləri öyrəndik. Vay, siz artıq bir sürü yeni söz bilirsiniz. Amma dayanın, ən maraqlı, ən əyləncəli hissə elə indicə başlayır. Biz bu sözlərlə əsl cümlələr quracağıq. Hazırsınızmı? Bu, lap əyləncəli olacaq. Gəlin ilk cümləmizə baxaq. This is my grandma. Bu mənim nənəmdir deməkdir. İkinci cümlə isə belədir. My grandma is happy. Yəni, mənim nənəm xoşbəxtdir. Gördünüz, heç də çətin deyilmiş. İndi isə gəlin sevimli dostumuzla bağlı cümlələrə baxaq. Birincisi, this is my dog. Mənası, bu mənim itimdir. Və ikincisi, my dog is happy. Bu isə mənim itim xoşbəxtdir deməkdir. Öyrəndiyimiz sözləri necə də qəşəng işlətdik. Və son cümlələrimizə keçirik. This is my cat. Yəni, bu mənim pişiyimdir. Digər cümlə isə biraz fərqlidir. Diqqətli olun. My cat is scared. Bu, mənim pişiyim qorxur deməkdir. Buradakı scared sözü yeni sözdür və qorxmuş mənasını verir. Sizə sadəcə afərin düşür. Bugün həqiqətən də çox çalışdınız və bir yığın yeni şey öyrəndiniz. Gəlin indi öyrəndiyimiz bütün sözləri sürətli bir şəkildə təkrarlayaq ki, heç vaxt yadımızdan çıxmasın. Hazır? Gəlin hamısını bir yerdə sonuncu dəfə ucadan deyək. Başladıq. Grandma, grandpa, mom, dad, sister, brother, dog, cat. Möhtəşəm, hamısı da sapsağlam yadınızdadır.
Beləliklə, bugün üçün bu qədər, mənim çalışqan dostlarım. Ümid edirəm ki, həm çox əyləndiniz, həm də çox şey öyrəndiniz. İndi isə sizə balaca bir tapşırıq. Ailənizdə ən çox kimi sevirsiniz? Cavabınızı bugün öyrəndiyimiz sözlərlə ingiliscə deməyə çalışın. Növbəti görüşümüzədək hələlik.